Salam, sizinlə Elviz İsmayılovdur. Bugünkü dərsimizdə Leopard əməliyyat sistemində tarixin və zamanın dəyişdirilməsi və onun nəzarəti haqqında söhbət açacağıq. Ümumiyyətlə, bütün əməliyyat sistemlərində tarix və zamanı nəzarət edən proqram təminatı mövcuddur. Biz bunu Leopard əməliyyat sistemində yuxarı sağ küncdə görə bilərik və biz burada Открыть настройки data времени bölməsinə daxil olmaqla biz onun sazlaşdırılmasına nəzarət edə bilərik və müəyyən bir dəyişiklikləri də bu bölmədə edəcəyik. Ancaq mən sizə əvvəlki dərslərimdə qeyd etdiyim kimi sistem preferensdən bütün sistemə aid və eyni bu tip proqram təminatlarını çağırmaq mümkündür. Ona görə də ki, sistemin nastroyki, yəni sistem preferensdən biz saat və zamana təsir edən proqramı çağıraq. Burada biz sistem bölməsində data время bölməsini vuruq və gördüyünüz kimi bundan öncə açdığımız pəncərənin analoqu, yəni daha doğrusu həmin pəncərə açılıbdır. Sadəcə biz iki fərqli üsulla bu pəncərəyə daxil olduq. Birinci bölmədə data время, yəni tarix və zamandır. Burada biz kompüterimizdə gündəlik tarix uyğun olaraq tarix və zamanı sazlaşdırmasına nəzarət edə bilərik və eyni halda Palçı data время serveri, yəni hər hansısa bir saytdan və Apple şirkətinin özünün hansısa bir serverində biz tarixi avtomatik olaraq serverdən qəbul edib kompüterimizə kökləyə bilərik. Bunun üçün sadəcə bu bölmənin qarşısına quş qoyulmaq kifayətdir. Ancaq bu mənə lazım olmadığı üçün mən bunu əldə etmirəm. İkinci bölmədə çasovый poyas, yəni saat qurşaqları və burada mən saat qurşağı Bakı, Azərbaycan qeyd etmişəm. Burada gördüyünüz kimi başqa İran və Ermənistan da daxildir. Digər ölkələr də təbii ki, orada var. Sadəcə bizim saat qurşağımıza ən yaxın olan ölkələrin siyahısını göstərdir burada kompüter bizə. Üçüncü isə saat menüsü. Saat menüsü isə bizim saatın da xarici görünüşünün təsviri və digər bu tip sazlaşdırmalara nəzarət edir. Birinci bölmədə Показать data время müstəqil menü, yəni sətirlər menüsündə saatın və zamanın göstərilməsini təsir edən bölmədir. Yəni burada biz quşu götürsək, yuxarıda görə dəyişir. Bizim kompüterimizdə saat və tarix heç bir informasiya yoxdur. Quşu qoyduqda isə həmin informasiya gəlib oturur bizim sətirlər menüsündə. Sonra saatın təsviri rəqəmsal olsun, yoxsa analoqlu. Analoqlu olanda biz rəqəm olaraq heç bir informasiya görə bilmirik. Sadəcə bizim saata bənzər, yəni elektron halda yox, saat halında olan təsvir görsənilir. Düzdür, bu çox vaxt istifadəçi həddindən artıq narahatçılıq yaradır. Çünki belə saatı dəqiqliklə bilmək olmur. Təxmin olaraq görə bilirik saatı. Ona görə mən geri qaytarıram. Ondan sonra Показать вместе sekundu, yəni biz saatı saniyə ilə görmək istəyirsə, bunun qarşısına quş qoyuruq və görəcəyik ki, artıq saatımız eyni zamanda saniyəsi də ekranda təsvir olunub və uyğun olaraq saniyə də göstərilir. Düzdür, bu bizə lazım olmadığı üçün mən bunun qarşısına quşu götürmüşəm. Показать dün nedeli, yəni həftənin gününün təsviri. Həftənin gününün təsviri burada görə biləcəksiniz ki, artıq 4-cü gün, rus dilində 4-cü gün deyəndə cümə axşamı və четверг bölməsi var və mən bunun qarşısına quşu götürsəm, görəcəksiniz ki, yalnız saatdır. Bizim четверг bölməsi yəni yox olubdur. Sonra isə miqaişlər rezdilikdir, yəni saat ilə saat, dəqiqə və saniyə arasındakı iki nöqtənin hərəkətli, yəni animasiyalı, yanıb sönən olmasını istəsəniz, bunun qarşısına quş qoya bilərsiniz. Miqaişlər rezdilikdir, yəni miqaişlər rezdilikdir qoyduqda görəcəksiniz ki, həmin o ayıran iki nöqtə hərəkət edir, yanıb sönür. Axırıncı isə 24 çasov sıfırblad, yəni saatın sıfırbladını 1-dən 24-ə qədər hamısını göstərsin. Yəni özünüz görə bilərsiniz ki, burada yazılıb 23:35, yəni mən icazə vermişəm ki, 24 saat göstər, amma bunun qarşısında quşu götürsəm mənə 11 göstərəcəkdir. Yəni sutkanı 2 yerə böləcəkdir. 12 dəqiqə, 12 saat, 12 saat. Ancaq bu təbii ki, rahat deyil istifadəçiyə. Nəyə görə ki, əslində baxır istifadəçinin özündən də asılı olur. Mən özümə görə deyirəm ki, mənə narahatçılıq ondan ibarət olur ki, mən saatı
daha çox elektron saatlardan daha çox rahat oluram saatı idarə etmək üçün. Ona görə bunun qarşısına mən quş qoyuram və axırıncı произнести время, yəni saatın səsləndirilməsi. Saatın səsləndirilməsi, burada bölmələri var. Hər saat, hər yarım saatdan bir və hər saatın 1/4 zamanı. Yəni o saatın neçə olduğunu ingilis dilində səsləndirəcəkdir. Və burada təbii ki, nastoyka qolosa bölməsinə daxil olmaqla biz problemsiz olaraq səsin yüksəkliyini, birincisi səsin tezliyini, yəni rahat desin, yavaş-yavaş desin, normal desin və yaxud çox sürətli desin. Bu normalda durması daha məsləhətdir və произвольная громкость, yəni səsin yüksəkliyi və yüksəkliyini də maksimum yerləşdirirəm ki, o eşidilsin hər ehtimala qarşı. Və использовать голос sistemi, yəni bu o deməkdir ki, gələcəkdə biz görəcəyik ki, sistemdə hər hansı bir proqramı və yaxud hər hansı bir qurğunun səsləndirilməsinə bizə lazımdırsa, orada biz səsləndirmək üçün diktor, yəni bir kişi səsi və yaxud qadın səsi və yaxud qız səsi və yaxud uşaq səsi kimi səslər seçə bilərik və uyğun olaraq mənim sistemimdə hal-hazırda susmaya görə orada hansı durubsa, həmin o səslər bu bizim səsləndiriləcəkdir. Воспроизвести edəndə vurduqda isə воспроизвести həmin o səsin, yəni hansı tonda, hansı səslə səsləndiriləcək, onu eşitmək olar. OK düyməsinə vurub bağlayaq. Bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.